Salam, hörmətli izləyicilər. Deməli, bu günlərim 9-cu siniflər üçün Azərbaycan dilindən DİM test toplusunun fonetika bölməsinin izahına baxacağıq. Başlayaq. Sona eyni cinsli qoşasamitli sözlər neçə hecalı olur? Sona eyni cinsli qoşasamitli sözlər hansılardır? Əvvəla onları bilək. Deməli, xət, sir, bu sözlər sonu eyni cinsli samitlə bitir və tək hecalı sözlərdir. Deməli, bu neçə hecalı olacaq? Bir hecalı olacaq. Doğru cavab olacaq. Bir də C bəndi. 2. Hansı sözdə dodaqlanmayan incə saitlərin ahəngi var? Dodaqlanmayan saitlər deyirsə, mən avtomatik A bəndin çıxmalıyam. Çünki A-da Ü saiti dodaqlanandır. İqtisadiyyat sözündə ahəng qanunu pozulub. Darıxdırmaq, burada ümumiyyətcə incə sait yoxdur. Hamısı qalın saitlərdir. Ona görə mən C-ni də çıxacam. Zümrüd sözündə dodaqlanan saitlərin ahəngi gözlənilib. Bizdən isə nə istəyir? Dodaqlanmayanı istəyir. Cavab olacaq 2-də D bəndi. Cərgələrin birində Q hərfi ardıcıl olaraq G, X, X və K səslərini ifadə edir. Baxaq, müşfiq sözündə sonu necə səslənir? K ilə. Elə mən ona görə A-nı çıxıram. Heç digərlərini oxumuram. Üfüq xətti birləşməsində G, K kimi tələffüz olunacaq. Elə ona görə B-ni də çıxıram. Baxmıram heç digərlərinə. Megafon, bəli, Q kimi tələffüz olunur. Q haqqında sözündə birinci Q necə tələffüz olunur? K, G kimi. Ona görə C-ni də çıxıram. Qoçaq oğlan. Deməli, burada birinci Q, Q kimi, ikinci Q özündən sonra sait gəldiyi üçün G kimi tələffüz olunacaq. Otaqsız sözündə özündən sonra samit gəldiyi üçün X kimi tələffüz olunur. Məqsəd sözündə isə K kimi tələffüz olunur. Deməli, D variantı mənim şərtimi ödədi. Cavab olacaq D bəndi. E-yə baxırıq. Aşiq sözündə K kimi, aşıq sözündə G kimi. Burada ardıcıllıq pozuldu. Ona görə də E-ni çıxdım. Düzgün cavab D bəndi. Hansı sıradakı sözlərə saitlə başlanan şəkilçi artırdıqda G, G, K-Y əvəzlənməsi baş vermir? A variantında sümük və otaq sözlərinə saitlə başlanan şəkilçi artırdıqda əvəzlənmə baş verir. Ona görə A-nı çıxıram. C-də çarıq, kəpənək, kəpənəyin, çarığın deyə bilirəm də. Ona görə C-ni də çıxıram. Çiçəyin, yarpağın, burada da K-yə əvəzlənməsi baş verir. E-ni də çıxıram. Qoruğun, ürəyin, bunu da deyə bilirəm. Saitlə başlanan şəkilçi artırılır. Amma türk, türkün. Yazsam ki, türkün. Gördük. Və yaxud da şəfəqin heç bir əvəzlənmə baş vermədi. Ona görə 4-də olacaq cavab D bəndi. 5. Hansı sıradakı sözlərə saitlə başlanan şəkilçi artırdıqda G, G, K-Y əvəzlənməsi baş vermir? Bu da yəni digər test kimidir. Ürək sözündə məsələn baş verir, üfüq sözündə baş vermir. Ona görə A-nı çıxıram. Əmlak sözündə baş vermir, buruq sözündə baş verir, C-ni də çıxıram. Məndə deyir ki, hər ikisində baş verməsin. Ona görə C-ni də çıxıram. Əlcək, daraq sözlərinin hər ikisində əvəzlənmə baş verir. Çiçək və qapaq sözlərinin də hər ikisində əvəzlənmə baş verir. Amma E variantında qalstikun, dialoqun bu sözlərdə yəni nə K-Y, nə də Q-Q əvəzlənməsi baş vermir. Düzgün cavab olacaq 5-də E bəndi. 6. Hansı sıradakı sözlərə saitlə başlanan şəkilçi artırdıqda G, G, K-Y əvəzlənməsi baş vermir? Məntiq sözündə baş vermir, amma ələk sözündə baş verir. Ona görə A-nı çıxıram. Qapaq sözündə, külək sözündə hər ikisində əvəzlənmə olur. C-ni də çıxıram. Kiçiyin, qatığın, belə deyə bilirik də. Ona görə Y-ni də çıxıram.
Moruğun sözündə baş verir əvəzlənmə. Mən D-ni də çıxıram. Amma monoloq, monoloqun, şərik, şərikin bunların heç birində əvəzlənmə baş vermədiyi üçün cavab olacaq 6-da B bəndi. 7. Tərkibində yalnız cingiltili samitlərin işləndiyi sözləri müəyyən edin. Baxaq. L cingiltilidir, D cingiltilidir, R cingiltilidir, M cingiltilidir, Y, N, G, N. Bu hamısı cingiltilidir. Elə cavab olacaq 7-də A bəndi. 8. Saatlə başlanan şəkilçi artırdıqda hansı sözdə K, Y əvəzlənməsi baş vermir? Bax, daş kəsəyin deyə bilirəm də. Ona görə A-nı çıxdım. Enli kürəyin deyə bilirəm. Dirriyin deyə bilirəm, dirsəyə deyə bilirəm. Amma ensiklopedik sözündə nə qədər saitlə başlanan şəkilçi artırsam da elə K olaraq da qalacaq. Düzgün cavab olacaq 8-də B bəndi. 9-cu testə baxırıq. Saitlə başlanan şəkilçi artırdıqda hansı sözdə K-Y əvəzlənməsi baş verir? Bax, satirik, satirikin baş verməyəcək. Əmlak, əmlakın baş vermir. Şərik, şəriyin, şərikin baş vermir. Aptek, aptekin baş vermir. Amma ev-eşiyin, bax, ev-eşik sözünə sait artırsaq, saitlə başlanan şəkilçi artırsam, nə olacaq? Ev, eşiyin. Deməli, cavab oldu 9-da. E bəndi. 10. Hansı sözdə saitlə başlanan şəkilçi artırdıqda G, G-yə keçmir? Sınıq, sınığın keçdimi? Fıstıq, fıstığın keçdimi? Daha sonra vərəq, vərəqin. Görürsünüz? Keçmir. Firavanlıq sözündə keçir, udlaq sözündə keçir. Cavab olacaq 10-da D. 11. Hansı sözdə saitlə başlanan şəkilçi artırdıqda G, G-yə keçmir? Deməli, qayğanağın deyə bilirəm. Qonağın deyə bilirəm. Yaxşılığın deyə bilirəm. Qulağın keçir. Monoloq, monoloqun. 11-də cavab olacaq. B bəndi. Davam edirik. 12. İmtahanda yüksək bal toplayan azaddır cümləsindəki hansı sözdə cingiltili samit kar tələffüz olunur? İmtahanda sözü elə imtahanda yazılır, imtahanda da tələffüz olunur. Biri çıxıram. Yüksək sözü burada X kimi tələffüz olunacaq. 2-ni də çıxıram. Bal sözü bal yazılır, bal da deyilir. Burada toplayan, topluyan olacaq. Burada sait yox, samit dəyişir. 4-ü də çıxıram. Deyir ki, cingirtili samit kar tələffüz olunur. 2 dənə D samiti yanaşı gəlibsə, olacaq azaddır. Azaddır. Cavab olacaq 12-də A bəndi. 13. Hansı sözdə uzun tələffüz olunan bir sait vardır? Amiranə sözündə A-lar uzanır. Amiranə. A getdi. Malikanə. A-lar yenə burada uzanır. B getdi. Nalayıq. Na uzanır. Burada da A uzanır. C-də getdi. Naməlum. Yenə burada 2 sait uzanır. Amma laməkan sözündə ancaq A saiti uzanır. 13-də cavab olacaq. E bəndi. 14. Hansı sözdə uzun tələffüz olunan bir sait vardır? Sabiranə sözündə bu mənim şərtimi ödəmir. Burada 2 sait var. Deməli, A-nı çıxıram. Şairanə. Burada da mənim şərtimi ödəmir. Çünki məndən bir saitin uzanmasını istəyir. Adilanə. Burada da 2 sait uzanır. Acizanə. Amma mərdanə sözündə bir dənə uzanma buradadır. Mərdanə. Cavab olacaq 14-də B bəndi. 15. Hansı sözdəki Q hərfi Q səsinin kar qarşılığını ifadə edir? Q-nın kar qarşılığı nədir? Q-nın kar qarşılığı nədir? K. Baxaq. Qonaq yazılır. Qonaq. Belə tələffüz olunur. Deməli, B-ni çıxdım. Məqalə yazılır, elə məqalə tələffüz olunur. Maqnit yazılır, maqnit tələffüz olunur.
Təqaüd yazılır. Təqaüd. Belə tələffüz olunur. Nöqsan yazılır. Buradakı q nə olacaq? K. Nöqsan. 15-də cavab olacaq. A bəndi. Deməli 16. Hansı sözdəki q hərfi q səsinin kar qarşılığını ifadə edir? Yenə q-nın kar qarşılığı k səsidir. Təqsir yazılır. Təqsir deyilir. Heç başqa variantlara baxmıram. 16-da cavab olacaq. A bəndi. 17. Cərgələrdən birində bütün sözlərdə uzun tələffüz olunan qapalı sait vardır. Deməli, bizdən uzun tələffüz olunan qapalı sait istəyir. Həqiqət, abırlı, gümüş, heç bunlarda uzun tələffüz olunan söz yoxdur. Bax, C-ni çıxıram, incə sözü uzun tələffüz olunmur. Kuzə sözü, ərazi sözü və burada pozur qaydanı, D-ni də çıxıram. Bivəfa, xəlifə, səbuhi. Və burada bi uzanır. Burada i uzanır. Burada da səbuhi. Burada da u uzanır. Cavab olacaq 17-də. E bəndi. 18. Hansı sözlərdə qalın saitlərin hamısı iştirak etmişdir? Qalın saitlər hansılardır? A, I, O, U. A-ya baxıram, O yoxdur. Ona görə A-nı çıxdım. C variantında I saiti yoxdur. C-ni çıxdım. E variantında U var, O var, A var, amma I yoxdur. E-ni də çıxdım. D-də A saiti yoxdur. Ona görə D-ni də çıxıram. Amma B-də var. A, I, O, hamısı var. 18-də cavab olacaq B. 19. K səsinin tələffüz edildiyi sözü müəyyən edin. Qaymaq yazılır. Tələffüzdə necə olacaq? Qaymaq. X kimi. Çörək yazılır. Tələffüzdə olacaq. Çörək. X üstü iştirik. Kəpənək yazılır. Burada da olacaq. X üstü iştirik. Maqnit yazılır. Elə maqnit tələffüz olunur. Nöqsan yazılır. Olur nə? Nöqsan. Cavab olacaq 19-da. C bəndi. 20. K səsinin tələffüz edildiyi sözü müəyyən edin. Fitnəkarlıq yazılır. Olur fitnəkarlıq. Deməli, A mənim şərtimi ödəmir. Mütəkkə yazılır. Olur mütəkkə. B də mənim şərtimi ödəmir. Təqvim yazılır. Olur elə təqvim. İnikas Ç ilə tələffüz olunur. Elə Ç yazılır. Ç da deyilir. Fantastik yazılır. Fantastik tələffüz olunur. 20-də olacaq cavab. D bəndi. 21. Hansı sözlərin tərkibində dodaqlanan sait iştirak etməyib? Baxaq. Deməli, Ü ilə O dodaqlanandır. Ona görə mən biri çıxıram. Dağınıqlıq sözündə dodaqlanan sait yoxdur. Gündoğan sözündə Ü dodaqlanandır. 3-ü də çıxıram. Acizlik sözündə dodaqlanan sait yoxdur. 4-ü götürürəm. Təmirçilik sözündə də dodaqlanan sait yoxdur. Cavab olacaq 2, 4, 5, D bəndi. 22. Eyni cinsli qoşa samitli sözlərin hansında qoşa kar samitlərinin ikincisi cingiltili tələffüz olunur? Bizdə deyir ki, samitlərin ikincisi cingiltili tələffüz olunsun. Məşəqqət sözündə qoşa q gəlirsə, birinci olur K, digəri Q kimi. A-nı çıxdım. Münəccim yazılır, münəccim deyilir. B-ni də çıxdım. Rəssam yazılır, rəssam deyilir. Şəffaf yazılır, şəffaf tələffüz olunur. Amma şappıltı yazılır, olur şapbıltı. Yazaq göstərək. Şapbıltı. Ona görə də cavab oldu. C bəndi. Eyni cinsli qoşa samitli sözlərin hansında qoşa kar samitlərdən ikincisi cingiltili tələffüz olunur? Tənəffüs yazılır, tənəffüs deyilir. Qüvvə yazılır, qüvvə deyilir. Hissə yazılır, hissə deyilir. Diqqət sözündə birinci q, k kimi tələffüz olunur. Diqqət olur. Əlbəttə sözündə isə ikinci t, d kimi tələffüz olunur. Ona görə olacaq 23-də cavab
B bəndi. Davam edirik. 24. Saatlə başlanan şəkilçi artırdıqda hansı sözdə qı əvəzlənməsi baş vermir? Pambıq, pambığın. Baş verdimi? Ona görə A-nı çıxıram. Həssaslığın deyə bilirəm. D-ni də çıxıram. İspanağın deyə bilirəm. Ocağın deyə bilirəm. 24-də cavab olacaq. B bəndi. 25. Saatlə başlanan şəkilçi artırdıqda hansı sözdə q əvəzlənməsi baş vermir? Deməli, aşığın deyə bilirəm, yarpağın deyə bilirəm, torpağın olur, otağın olur. Amma aşiqin sözündə baş vermir. 25-də cavab D bəndi. Sonundakı cingiltili samiti çar qarşılığı ilə əvəz etdikdə mənası dəyişən sözlər cərgəsini müəyyən edin. Bax, ğ-nın çar qarşılığı x-dır. Yağ sözündə ğ-nı x ilə əvəz eləsəm, təzə bir söz yaranacaq. Olacaq yağ. Amma d-nı burada t ilə əvəz eləsəm, təzə söz yaranmır. Ona görə A-nı çıxıram. Həmçinin burada da bağ sözündə ğ-nı x ilə əvəz eləsəm, bax, yaranacaq. Amma c-nı ç ilə əvəz eləsəm, heç bir söz yaranmır. Ona görə B-ni də çıxıram. Rəng sözünü olmaz. Yəni qəlb sözündə burada p yaranır, amma rəng sözündə yaranmır. C-ni də çıxıram. Servis sözündə z-nı s ilə əvəzləsəm, təzə bir söz yarana bilər. Amma palaz yerinə palas olmaz axı. Y-ni də çıxıram. Deməli D variantına baxırıq. Burada qəlb bu p ilə olanda yeni söz yaranır. Sənət sözündə sənət sözü ilə əvəz eləyəndə yeni söz yaranır. 26-da cavab olacaq D bəndi. 27. Sonundakı cingiltili samiti çar qarşılığı ilə əvəz edəndə mənası dəyişən sözlər cərgəsini göstərin. Bu da digər test kimi bir test eynisidir. Burada bax, q'nınki nədir? Çar qarşılığı deyir də, k. Otaq olar, otaq sözü var, xeyr. A-nı çıxıram. Ğ-nı x ilə əvəz eləsəm, tax sözü yaranacaq. Amma sax deyə bir sözümüz yoxdur. Mən d-nı da çıxıram. Alaq sözündə q-nı k ilə əvəz eləsək, mənasız bir şey alınır. B-ni də çıx. Z-nı burada s ilə əvəz eləsəm, yenə mənasız bir şey alınır. Amma ot, d-nı t ilə əvəz eləsəm, ot. Yağ yerinə də mən yağ yazsam, yeni söz yaranacaq. Ona görə 27-də cavab olacaq E bəndi. 28. D səsinin 2 dəfə işləndiyi sözü müəyyən edin. Deməli, baxaq. Dəstədən. Burada D, T, D kimi tələffüz olunur. A variantında 3 dəfə işlənəcək. Ona görə A-nı çıx. A-nı çıxdım. Axtarışdadır. Burada da 3 dəfə işlənəcək. Şabalıtdan. Burada bir dəfə işlənəcək. Palıtdan. Burada da bir dəfə işlənəcək. Amma dövlətli sözünü yazsaq, olacaq nə? Dövlətdir. Deməli, burada 2 dəfə işləndi. Cavab oldu 28-də D bəndi. 29. D səsinin 2 dəfə işləndiyi sözü müəyyən edin. Yaddardan. A variantında 3 dəfə. Dalandan. B-də 1 dəfə. Dəstədən 3 dəfə. Poladdan. Burada da 1 dəfə. Dəhşətli sözündə isə dəhşətli yazılır. Olur dəhşətli. Cavab oldu 29-da C bəndi. 30. X səsinin, yəni X üstüşdirik səsinin 2 dəfə işləndiyi sözü müəyyən edin. Şəriklik sözündə ümumiyyətcə dəyişmə olmur. Ona görə A-nı çıxıram. Yelpik sözündə bir dənədir. D-nı da çıxıram. Texnik, xainlik sözündə, texnikdə olmur. Xainlik sözündə də bir dənədir. Ona görə mən E-ni də çıxıram. Çiçəklik sözündə isə 2 dənə olacaq. Bu çığların ikisi də X üstüşdirik olacaq. Ona görə 30-da cavab oldu C bəndi.